Salam değerli izleyicilerimiz, hər birinizi Şahin TV kanalı vasitəsilə salamlayıram və sizin nəzərinizə mühim bir xəbər çatdıracağım değerli izleyicilerimiz. Özünüz də bilirsiniz ki, əsgərlərimiz bizim namusumuzu, qeyrətimizi, şərəfimizi çəkən oğlanlardır. Hər birimizin bildiyimiz kimi, əsgərlərimiz, zabitlərimiz, polislərimiz, ümumiyyətcə bütün orqanda işləyən, sistemdə işləyən bütün gizir, maxir və əsgərlərimizin hər birinə aiddir. Və bunlar bizim üçün nə qədər dəyərli və əziz olduğunu hər birimiz qəşəng bilir. Və birinci Vətən müharibəsində iştirak edən zabitlərimiz, əsgərlərimiz, aprel döyüşlərində iştirak edən əsgərlərimiz, zabitlərimiz və 44 günlük müharibədə vətən uğrunda canından keçən əsgərlərimiz və zabitlərimiz, Allah şəhidlərimizə birinci növbədə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, əsgərlərimizə can sağlığı versin. Bütün postda, xidmətdə olan əsgərlərimiz və zabitlərimizi hər birisini buradan salamlayıram və Allah onları qorusun deyirəm. Və dəyərli izləyicilərimiz, biraz öncə TikTokda Şinay ləqəbli bir qadın var. Onun mən bir videosunu izlədim. İndi biraz sonra o videonu mən sizə izlətdirəcəm dəyərli izləyicilərimiz. Hər birimiz biləcəyik ki, bu qadın necə bir qadındır, necə bir əxlaqsız hərəkət eləyir və bizim əsgərlərimizi təhqir edir. Və bu insan qanmır ki, bu rahat-rahat evində, eşiyində oturanda ən yaxından götürsək bizim 44 günlük müharibədə şəhid olan əsgərlərimiz oldu, zabitlərimiz oldu. Yenə deyirəm, Allah hər birinə rəhmət eləsin. Ailələrinə buradan başsağlığı verirəm. Və üzümü tuturam buradan adiyyəti qurumlara və onlara müraciət edirəm. Adiyyəti qurumlar inşallah ki, bu qadın haqqında çox ciddi bir tədbir görəcək və bu əsgərlərimizin niyə təhqir eləyir, əsgərlərimizin adını alçaldır, niyə söyür, niyə vətənimizin keşiyində duran əsgərlərimizi bu insan təhqir eləyir. Adiyyəti qurumlar bu haqda çox ciddi bir tədbir görəcəklər, mən inanıram. Dəyərli izləyicilərimiz, hal-hazırda çox vaxtınızı almaq istəmirəm. Keçək bu Şinaydı, Minaydı bilmirəm. Bunun videosunu izləyək, görün əsgərimizi bu insan, bu şərəfsiz qadın necə təhqir eləyir. Bizim nəslimizin poxu olsun əsgərlərin ağzına. Nəslimizin dalıca danışanların vardatının ağzına, ölüsünün, dirisinin ağzına pox. Ay, nəslimizin dalıca danışanların ağzına.